Salam uşaqlar. Bugünkü dərsimiz Rusiyanın birləşdirilməsi Moskva knyazlığının yüksəlişi ilə bağlıdır. Başlayaq dərsə. 13-cü əsrin 40-cı illərində Rus knyazları Monqollara tabe oldu və 14-cü əsrin əvvəllərində Moskva knyazlığının yüksəlişi dövrü başladı. 1380-ci ildə Kulikova döyüşündə Rus knyazları Qızıl Ordu sərkərdəsi Mamay xanı qoşunlarının məğlubiyyətə uğratdı və vassal asılından çıxdı. Lakin 1382-ci ildə Toxtamış xan Moskvanı tutaraq yandırdı və Rus knyazları yenidən Qızıl Ordu dövlətinə tabe etdi. Və 1395-ci ildə Teretse sahilində baş verən döyüşdə Əmir Teymurun Toxtamış xanı məğlub etdikdən sonra Qızıl Ordu'nun parçalanmasına şərait yaratdı. Qızıl Ordu dövlətinin Rus şəhərləri hücumuna ara verməsindən sonra Moskva knyazlığı şəhərlər həyatında yüksəlişlər baş verdi. Moskva şəhəri iri sənətkarlıq ticarət mərkəzinə çevrildi. Rus şəhərlərində canlı ticarət həyatı bərpa olundu. Bu dövrdə Rusiyanın birləşdirməsini iki amil şərtləndirirdi. Rus knyazlıqların mərkəzdən idarə olunan vahid dövlətləri yaratma arzusu və xarici təhlükələr və digər zəruri səbəblər. Rus knyazlıqları Qızıl Ordu xanlarından böyük knyaz titulunu almaq üçün mübarizə apardılar. Bu mübarizədə Moskva knyazlığı qalib gələrək Qızıl Ordu xanlarından bu titulu aldı və Moskva knyazlığı bir qədər gücləndikdən sonra isə Qızıl Ordu ilə hesablaşmır, xəracı vaxtında ödəmirdi. İşğallar yolu ilə öz arasını genişləndirmə siyasətini yerinə yetirirdi. İndi Moskva knyazlığı 3-cü İvan hakimiyyətinə baxaq 1462-1505-ci illərdə hakimiyyətdə olmuşdur. 15-ci əsrin ikinci yarısında Moskva knyazlığı 3-cü İvan dövründə Rus knyazlıqlarının Moskva knyazlığı tərəfində birləşməsi sürətləndi. Qızıl Ordu dövlətinin güclənməsinin gücünü bərpa etməyə çalışan Əhməd xan 1480-ci ildə Moskva knyazlığa yürüş etdi. Həmin ildə Uqra çayı sahilində Əhməd xan və Rus knyazlığı birləşmiş ordular ilə qarşılaşsa da döyüşə girməkdən çəkindi və Uqra görüşü adlanan bu hadisə nəticəsində Moskva knyazlığı Qızıl Ordu ilə vassal asıllığına bir dəfəlik son qoyuldu və 16-cı əsrin əvvəllərində Moskva knyazlığı ətrafında Rus knyazlığı birləşməsinə başa çatdı. Beləliklə vahid Rusiya dövləti yarandı. İndi 4-cü İvan Grozny'nin hakimiyyətinə baxaq 1533 və 1584-cü illərdə hakimiyyətdə olmuşdur. Böyük Moskva knyazı 4-cü İvan Grozny 1533-cü ildə böyük knyaz taxtına çıxdı. 1547-ci ildə çar titulunu qəbul edərək ilk Rus çarı oldu. Dövləti gücləndirmək və mərkəzləşmiş hakimiyyət yaratmaq üçün islahatlar həyata keçirdi. Mərkəzləşmiş idarə sistemi təşkil etdi. Dövlət aparatını və idarəetmə sistemi təkmilləşdirdi. Hərb sənayesində qayda qanunlar yaratdı. Ordu quruculuğuna yeni işlər təşkil etdi. Mərkəzi hakimiyyətə qarşı çıxan qüvvələrə qarşı sərt tədbirlər gördü. Boyar müxalifətini ləğv etdi, yəni zadəganlar sinfini ləğv etdi. Daha sonra məmurların rüşvətxorluğuna qarşı sərt cəzalar tətbiq etdi və çar məmurlarının şəxsi hesabına saxlanılması qaydasını ləğv etdi. Rus tacirlərinin maraqlarını cavab vermədiyi üçün ingilislərin Moskva şirkətinin fəaliyyətində öz arasında dayandırdı. 16-cı əsrdə baxaq Rusiya işğallarının planlarının əsas məqsədləri Volqa-boyu ərazilərə yayılmaq və buna görə də 4-cü İvan Grozny Moskva knyazı daxilində möhkəmlənmək üçün türk xalqları arasında baş verən qarşıdurmadan istifadə edərək öz ərazisini işğal yolu ilə genişləndirməyə başladı və 16-cı əsrin ortalarında Volqa boyunda yerləşən Qazan Həşərxan xanlıqlarını işğal etdi. Qazan və Həşərxan xanlıqlarının işğalı nəticəsində Volqa Xəzər ticarət yolu Rusiyanın əlinə keçdi. 16-cı əsrin sonlarında Rusiya çarları şərqdəki işğallarını genişləndirərək Sibir xanlığını 1598-ci ildə işğal edib varlarına son qoydu. Bununla da Rusiya şərq ölkələri birbaşa ticarət əlaqələri qurmaq imkanını qazandı. 1613-cü ildə Rusiya hakimiyyətə Romanovlar sülaləsi gəldi və 1917-yə qədər onlar fəaliyyət göstərdi. İndi xəritədə göstərək. Burada bənövşəyi rənglə işarə olunmuş ərazi Moskva knyazlığının ərazisidir və zamanla ərazisi genişlənərək hətta biz deyək ki, Volqa-boyu ərazilər, yəni bu əraziləri özünə tabe edir. Daha sonra bu əraziləri özlərinə tabe edərək geniş bir imperiyaya çevrilirlər və Romanovların vasitəsilə də böyük bir imperiya qurulmuş olur. Ümidvaram sizin üçün faydalı olar bu dərs. Oldu, çox sağ olun.